Hər kəsə salam, hər birinizi salamlayıram. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mən yaxşıyam. Elə bildiyiniz kimi bizim günlərimiz keçir. Alina ilə birlikdə və parka gəlmişdik. Sizin üçün də bir neçə kadr çəkmək istədim. Alinanı çıxarırıq, tez-tez çalışırıq ki, gəzdirək. Düzdür, tez-tez alınmasa da çalışırıq ki, hava yaxşı olduqca Alinanı da çıxaraq gəzsin. Düzdür, kaleskadan istifadə edə bilmirik, çünki Alina oturmaq istəmir və ancaq son zamanlarda da belə bir şey yaranıb ki, Alina da qucaqda da dayanmaq istəmir, yerə düşmək istəyir. Sadəcə problem oradadır ki, Alina gəzə bilmir və yerdə iməkləmək istəyir. Buna görə də bizim üçün biraz çətindir aşağı düşmək. Bundan sonra gəldik evə, parkda vaxt keçirdik. Gəldik evə, ondan sonra da biz yoldaşımla birlikdə çıxdıq biraz gəzməyə. Crescent Mall-a gəlmişdik. Bura açılandan heç bir dəfə də gəlməmişik. Mənə maraqlı gəlirdi ki, bura necədir? Digər mallların hamısında olmuşam demək olar. Amma bura gəlməmişdik. Çünki buranın açılması deyəsən mənim hamiləlik dövrümə, sonradan Alina oldu filan. Yəni buna görə də heç gələ bilmədik. Düzünü desəm, buradakı mağazalar çox bahalı, çox yəni mənə uyğun değildi. Ona görə də sadəcə uşaq mağazalarına, yemək yerinə və bir neçə Rossmann filan, Əli və Ninoya bu mağazalara girdik. Digərlərinə heç girmədim, çünki keçən vloglarda da sizə demişdim ki, özümə çox bir şey almaq istəmirəm, çünki arıqlamaq istəyirəm. Buna görə də sadəcə lazımlı bir şeyləri alıram və əgər hal-hazırda mənə çox da vacib deyilsə, heç nə almamağa çalışıram. Buna görə də çox bir şeyə baxmadıq və yemək də yedikdən sonra qayıdırıq artıq evə. Burada da avtobusu gözlədik. Mən bu tərəfə çox gəlmirəm deyə. Bura mənə çox maraqlı göründü, binaları. Cent Mall-a getmişdik. Bir neçə alış-veriş eləmişəm, istəyirəm sizə də göstərim. Əvvəlcə Rossmanndan aldıqlarımızı sizə də göstərim. Deməli, burada Əli və Ninodan aldığımız kitablar da var. Belə bir özümə bir kitab və Alina üçün belə bir kitab aldım. Bunu şəkillərinə görə almışım daha doğrusu. Yəni şəkillərinə baxmağı xoşlayır Alina. Bundan sonra belə bir 60 manatdan 25 manata düşən kişi üçün ətir aldıq. 25 manat aldıq bunu Olivia kartı ilə. Bunu Olivia'dan almışıq. Düzdür, hamısını eyni yerə yığmışıq. Amma Olivia'dan almışıq bunu. Bunu Rossmanndan almışıq. Büpxenin belə bir pudrasıdır. 7 manat aldıq. Və belə bir Haribo. Crescent Mall-da Rahat Gurme'ye girmişdik, Rahat Market'e girmişdik. Oradan da belə bir alış-veriş elədik. 2 dənə belə bir şokolad. Belə bir toy box. Bunları short videolar üçün almışam. Belə bir peçeni. Və belə bir şey oldu. Artıq oradan gəldik və evdə mən sizə aldıqlarımı göstərdim. Bundan sonra isə keçirəm. Qaynanan belə bir börək bişirmişdi. Bunun tərkibini də mən sizə deyim. Hazır uzun lavaşlardır. Deyəsən adı dönər lavaşı gedir. Bundan sonra göyərti, ət, yəni qiyməni qovurub qat-qat formada içinə əlavə etmişdi. Əgər sizə maraqlıdırsa, gələn dəfə bişirəndə ayrıntılı formada bunun da reseptini yazaram və çox-çox dadlı alınmışdı. Ümumiyyətlə mən belə yeməkləri filan, atışdırmalıqları çox xoşlayıram və tez-tez də edirik. Amma içinə ətin də daxil olması ayrıca bir dad vermişdi və çox bəyəndim. Biz çox zaman gəzməyə getdiyimiz vaxt Alinanı apara bilmirik. Çünki Alina kaliskada oturmur və artıq sizə dediyim kimi də qucaqda da dayanmaq istəmir.
Buna görə də Alina qalır evdə. Evdə çox zaman qaynanam evdə olduğu zaman, uyğun olduğu zaman Alinaya baxır. Alina da nənəsi ilə oynamağı, ümumiyyətlə babası ilə oynamağı çox sevir və rahatlıqla evdə də dayanır. Biz də yoldaşımla əgər nəsə işimiz varsa, evə nəsə alınmalıdırsa, gedirik, o işlərimizi həll edirik. Bəzən də belə adicə gəzmələrə də gedirik. Burada yoldaşımın dişi ağrıdığına görə onun üçün şalfey, yəni ada çayı dəmləyirəm. Neçə gün yoldaşımın dişi ağrıdı və düzdür səbəbini tapa bilmədik. Yəqin ki, soyuq olmuşdu. Amma şalfey ilə 2 gün qarqara etdikdən sonra bir neçə gün ərzində demək olar ki, sağaldı. Elə bəlkə də fikirləşdiyimiz kimi yəqin ki, soyuq olmuşdu. Bu arada orada fikir verdiniz bilmirəm. Alina üçün mən suyu çox zaman üstünə isti su əlavə edirəm. Bilirəm, bəlkə də bu düzgün deyil. Həmişə mən qaynamış su verirəm Alinaya. Düzdür, düşünürəm ki, bu düzgün bir şey deyil, amma yenə də elə dədə-baba qaydası ilə gedirik. Əslində hazır sular olur uşaqlar üçün, sadəcə mən onlardan verməmişəm və çox zaman da üstünə ilıq formada verirəm suyu. Alina da oynadıktan sonra burada yatır, bəzən öz-özünə belə yatır yerdə və mən həm belə gördüyüm zaman sevinirəm, həm də pis oluram və götürürəm tez yerinə qoyuram. Qızlar, hal-hazırda hazırlaşıram çünki aşağı düşəcəm və Bravoya gedəcəyik. Bravoda bu aralar endirimlər var, manatlıq endirimlər. Buna görə də Bravoya gedəcəyik və mən indi hazırlaşacağam. Biraz heç saçımı da daramamışam. Biraz özümə baxım. Xanımlar, burada da başladım artıq makiyajımı eləməyə. Makiyaj vasitələrim demək olar ki, gündəlik eyni məhsullardan istifadə edirəm. Sadəcə burada da sizə göstərəcəm ki, artıq qaş gelimin içi quruyub. Bunu bilmirəm, mən düzgün saxlamışam, saxlamamışam ya da vaxtı keçib. Amma açanda gördüm ki, içi belə qurumuşdu. Və mən artıq son zamanlarda qaşlarıma belə qaş sabitləyicisindən istifadə etmirəm və qaş qələmindən istifadə edirəm. Həm gedib almağa vaxtım olmayıb, həm də çölə çıxdığım zaman yadıma düşməyib ki, qaş geli almaq lazımdır. Buna görə də hələ ki sadəcə qaş karandaşından istifadə edirəm. Sizə maraqlıdırsa, növbəti vloqlarda sizə də ayrıntılı formada göstərərəm. Marketə gəldik. Bravoda manatlıq yəni endirimlər var idi, amma düzdür o qədər də belə endirim yox idi. Bizə ən çox lazım olan təmizlik vasitələri idi və gəldik yoldaşımla birlikdə bunları aldıq. Biz çalışırıq ki, çox zaman alaq bütün təmizlik vasitələri olsun, evə lazımlı hər hansı bir şey olsun. Bunları əvvəlcədən alıb zapaza qoyuruq ki, sonra lazım olanda istifadə etmək olsun. Çünki bunların normalda qiyməti çox yüksək olur. Məsələn, Domestos 4-5 manata, amma endirimdə onu 2-3 manata almaq olur. Bu zaman da biz hərəsindən 2 dənə filan alırıq ki, zapazda olsun bu məhsullar. Burada da sizə mən göstərirəm. Saç rəngi vaniş aldıq. Çünki xalçaları bu il yumaya verə bilmədik. Əslində danışmışdım xalça yuma yeri ilə. Amma onlar gec gəlib götürə biləcəklərini dedilər. Buna görə də biz vermədik. Və Alinaya görə də istəmirəm ki, gec olsun. Buna görə də bu illik belə bir şey oldu. Keçən il vermişdik xalçaları və çox gözəl bir formada da yumuşdular. Amma bu il nəsə biz gecikdik. Əslində yayda versəydik daha yaxşı olardı. Sadəcə hal-hazırda havalar soyuyub və Alina da axşama kimi yerdə oynadığına görə istəmirəm ki, otaq çox xalçasız qalsın. Əslində termoxalçadan istifadə edirik. Sadəcə yenə də bilmədim, yəni vermədik xalçalarımızı. Bu illik də belə bir şey oldu. Burada da bütün təmizlik vasitələrimizi yığıram. Burada gördünüz ki, mən əvvəl buranı sildim. Çünki ora su gəlir. Hardan gəldiyini tam dəqiq çözə bilməmişik. Əslində mənim bir təxminim var. Sadəcə hələ ki onu düzəltməmişik və çox zaman bu şkafın içinə
krantın altından su gəlir. Düşünürəm ki, bu çirkli su deyil, təmiz sudur. Çünki hər zaman şəffaf olur. Amma hələ də usta çağırıb oranı düzəltdirməmişik. Belə Ariel var idi evdə. Biz çox zaman rənglər üçün alırıq və bunları da 2 qabımız var idi. Onun içinə doldurdum ki, burada da çox yer tutmasın və bu formada bunları da yerləşdirdim. Qızlar, bu arada bunları sizə çəkmədə göstərərkən sizdən bir xahişim var. Əgər vloqlarımı bəyənirsinizsə, mənə dəstək olmaq istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın ki, mənim üçün də daha çox motivasiya olsun. Artıq ilin bitməyinə bir neçə ay qalıb və istəyirəm ki, bu il bitənə kimi heç olmasa 2000 olum. Əslində arzum 10.000-ə çatmaq idi. Sadəcə bu arzum yəqin ki, reallaşmayacaq. Çünki inanmıram ki, 2-3 ay ərzində 10.000 ola bilim. Amma sizdən xahişim heç olmasa mənə dəstək olmaq istəyirsinizsə abunə olmağınızdır. Son durumu da sizin üçün çəkeyim. Biz bunları eləmişdik, yadınıza gəlirsə. İndi üstündən üz vuracağıq. Gələn həftədə emulsiya. Bizim təmirimiz yarımçıq qalmışdı. Keçən dəfədən də artıq siz bunu bilirsiniz. Əslində biz bir həftə bu divarları təmizləmək, üzərini üzlüyü vurmaq, ikinci həftə və üçüncü həftədə də fikirləşirdik ki, emulsiyanı vuraq. Sadəcə elə oldu ki, düzdür, yoldaşım məzuniyyətdə də olsa, biz bunları edə bilmədik və hər şey qaldı artıq bugünə. Mən də həmin gün fikirləşdim ki, artıq biz bu qaldıqca birazdan noyabr olacaq, sonra dekabr və bu qaldıqca gələn ilə kimi qalacaq. Ona görə də yoldaşıma dedim ki, gəl onsuz da özümüz eləyəcəyik. Yəni ustanı da gözləməyin bir mənası yoxdur. Gəl biz işimizi yarımçıq qoymayaq. O da razılaşdı və başladıq işimizi görməyə. Əslində yoldaşımgilin ustası var. Çox tanıdıqları səliqəli bir ustadır. Sadəcə o hal-hazırda başqa iş gördüyünə görə, yəni əlində başqa işləri olduğuna görə bizə biraz gec gələcəyini demişdi. Biz də ona görə elə fikirləşdik ki, bunu ən yaxşısı özümüz eləyək. Çünki bunları görmək çox sadə bir şeylərdir, çox ağır bir şeylər deyil. Düzdür, sadə dediyimə baxmayın, insanı çox yorur və ağırdır. Sadəcə, yəni sadə buna görə deyirəm ki, üstündə biraz işləsək, biz də bunları bacara bilərik. Və sizin üçün də belə ayrıntılı formada çəkdim ki, kiməsə maraqlı olar bu təmir mövzusu. Biz gələn həftədə fikirləşirik ki, yəni bu həftənin sonunda buranı artıq ağardaq və burayla işimizi bitirək. İndi bəlkə də kanalıma yeni qoşulan izləyicilər sual verə bilərlər ki, niyə buranı əsaslı bir formada təmir etdirib, mətbəx mebeli yığdırmırsınız? Baxın, mən sizə belə deyim ki, bura balkondur və sonradan tikilib. Biz bura ona görə də çox ağır əşyalar yığmırıq və çox zaman diqqət edirik ki, çox ağırlıq filan olmasın. Çünki həm sonradan tikilib, düzdür, burada binaların çoxunda belə artırmaları görmək mümkündür. Amma yenə də biraz ehtiyat edirik. Həm də ikinci səbəb isə buranın sökülmə mərhələsində, yəni sökülmə ehtimalının olmasıdır. Çünki bir neçə il əvvəl hətta buranı gəlib yoxlayıblar və söküləcəyini deyiblər. Amma hələ də bu reallaşmayıb. Buna görə də biz də artıq xərc çıxmasın deyə bu işlərimizi saxlayırıq. Çünki buranı təmir etdikdən sonra gəlib desələr ki, buranı sökürük, həm vaxtımız, həm də maddi cəhətdən pulumuz getmiş olacaq. Buna görə də hələ gözləyirik ki, bəlkə bu evlərin sökülməsi məsələsində bizə nəsə deyən olar.
və buna görə də düzünü desəm təmir etmirik. Belə fikirləşirik ki, əsas maddi gücümüzü yeni evdə istifadə edərik və oranı özümüzə uyğun formada yığarıq və istədiyimiz mebeli də orada çalışarıq ki, edək. Çünki burada etməyin indi o qədər də mənası yoxdur. Həm də bilsəydik ki, bura sökülməyəcək, onda da bəlkə buranı əsaslı formada təmir etdirər. Burada da qızlar yoldaşımla zarafatlaşaraq işimizi görürük və bir pəncərənin, yəni bir tərəfi yoldaşım, bir tərəfi isə mən edirəm. Bura əslində bunu etmək çox çətin deyil, amma olduqca da yorucu bir işdir. Düzdür, bu dəfə biz üzlük hissəsini edirdik, yəni sadəcə üzlük çəkirdik. Bu çox vaxtımızı almadı, amma keçən dəfə çox vaxtımızı aldı və enerjimiz də artıq tükənmişdi. Burada bir şey də demək istəyirəm ki, biz mükəmməl formada etmədik, çünki biz usta deyilik və divarda çox əyriliklər var idi. Bunları düzəltmək istəsəydik, biz artıq burada günlərlə vaxt itirməli idik. Və artıq işimizi yekunlaşdırdıqdan sonra Alinanın da yeməyini həmişəki formada hazırladım və Alina da yeməyini yedi. Yedikdən sonra da biraz boşqabın içinə əlavə edərək qoydum qabağına ki, özü də yeməyi ilə tanış olsun və yeməyini yeməyə çalışsın. O da belə başladı oyun oynamağa və təbii ki, özü yeyə bilmədi, başladı yeməyi dağıtmağa. Çünki hələ ki, bu şeylər üçün balacadır. Düzdür, çörək filan olduğu zaman mən əlinə verirəm və o formada da yeyə bilir, özü yeyir. Amma bunları yeyə bilmir. Bundan sonra da növbəti günü də mən sizin üçün çəkdim və getdim mamamgilə. Mamamgildə də mamam ət çıxarmışdı ki, sən bizə gürcü xəngəli eləyərsən və mən də bildiyim formada elədim. Sadəcə biraz tələsdiyimizə görə mən onu çox ürəyim istəyən kimi eləyə bilmədim. Buna görə də çox ürəyimcə alınmadı, amma pis deyildi. Hərəmiz bir-iki dənə də olsa xəngəl yeyə bildik. Bundan sonra da anam dərzidir və işlədiyi yerdən belə bir işlər gətirmişdi ki, evdə eləsin. Çünki bunları işlətdiyi zaman vaxtı çox getdiyinə görə o da evdə gətirir və bu formada bunları kəsir. Biz də burada onsuz da oturmuşduq, çay içirdik və mən də bir paçkasına heç olmasa kömək elədim ki, işi biraz yüngülləşsin. Bundan sonra isə qayıtdıq evə və evdə bir neçə aldığımız məhsullar var. Onları yerləşdirirəm və başlayıram təmizliyə. Qızlar, mən normalda təmizlik edərkən kənarda bir film filan açıram və ona baxaraq işlərimi görürəm və bu zamanda daha normal formada təmizliyimi etmiş oluram. Amma video çəkdiyim zamanlarda əslində ikinci telefon var, köhnə telefonum var, amma onun da çox zaman zaryadkası olmur deyə onu qoşa bilmirəm. Və vlog çəkərkən kənarda bu telefonu qoyduğuma görə heç nə izləyə bilmirəm. Həm də nəyisə açsam, onun səsini üstündən onsuz da bağlamalı oluram. Çünki bu zamanda YouTube-dan mənə telif gələ bilər və beləcə səssiz formada etdiyim zaman da çox şey fikirləşirəm. Əslində bəzən çox əsəbi olanda, nəyisə fikirləşmək istəməyəndə çalışıram ki, vlog çəkməyim və kənarda nəyisə açıram ki, nəyisə baxaraq işlərimi görüm. Bu zaman yenə də dediyim kimi həmin şeyləri fikirləşmirəm və başım qarışmış olur. Və bir də mən əsəbi olanda ya da nəsə yolunda getməyəndə, düzgün olmayanda bu aralar ən çox baxdığım şeylər Türk seriallarından Kral Kaybedersə ona baxıram. Yeni sezonu başlayıb artıq. Düzdür, mən neçə bölümünə baxmamışam. Mən baxdığım zaman da bir bölümü açıram və onu təxmini bir həftəyə bitirə bilirəm. Çünki Alina ilə çox vaxt mümkün olmur nəyəsə baxmaq. Bundan başqa da elə vloglarımı çəkirəm, hissə çəkib çatdırmağa çalışıram vaxt tapdıqca və Alina ilə ən çox vaxtımda Alina ilə gedir. Alinanın yeməyi, baxımları filan bu şeyləri. Hal-hazırda bunu səsləndirmək üçün o qədər əziyyət çəkirəm ki, Alina
Baxın, bunu nəzərdə tuturdum. Bayaqdan neçə dəfə səsləndirməni başlamışam, amma yarımçıq saxlamışam. Çünki hamısı bu səslərə görə mən danışmağa başlayan kimi gedir hansısa oyuncağının düyməsini basır ki, oyuncaq oxusun və mən danışa bilməyim. Təbii ki, mənə görə eləmir, zarafat edirəm. Sadəcə uşaqdır da. Mən başlayan kimi o da başlayır nəyisə oxutmağa. Hal-hazırda da gəlib oyuncağın üzərində oturdu və oyuncaq başladı səs çıxarmağa. Yəni bu formada səsləndirməni neçə dəfə əvvəldən başlayıram və bu şəkildə də mənə həqiqətən çox çətin olur. 1 saata görüb bitirə biləcəyim bir işi mən 3-4 saatı yəni bitirirəm. Sırf bu şeylərə görə, ümumiyyətlə təkcə Alinadan deyil, evdə əgər çox adam varsa, biraz YouTube işini aparmaq biraz çətinləşir. Düzdür, çəkilişləri etmək olur, amma mən çox sevirəm ki, ortam səsləri olsun vloqun daxilində. Çox zaman bu çox adamla mümkün olmur. Çünki hər danışığı da qoymaq olmur YouTube-da. Hər hansı bir səsləri də qoymaq olmur. Heç yaxşı səliqəli alınmır bu zamanda. Buna görə də biraz bu cəhətdən mənim üçün çətindir. Bunlara baxmayaraq hələ də davam edirəm və sizdən də buna görə də ekstra olaraq dəstək gözləyirəm ki, siz də mənə abunə olaraq kanalıma dəstək olasınız. Və burada da artıq vloqumu sonlandırıram. Burada qaynanam işdən gəlmişdi. Bir günlük bir işə getmişdi öz əvvəlki işlərinə. Və onun üçün yeməyi də hazırladım aralıqda və vloqumun da sonuna gəldim. İndi istəyirəm ki, sizinlə sağollaşım. Növbəti vloqlarda görüşərik. Maraqlı vloqlar olacaq. Sadəcə vloqlarımı istəyirəm ki, daha həvəslə düzəldim. Bunun üçün də sizin abunə olmağınız kifayətdir. Hələlik özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşərik.